Salam Ziya, xoş gəlmisən bir daha. Bizim güclü layihəmizin məncə çoxlarının gözlədiyi ikinci buraxılış axır ki gəldi. Demək, bilmirəm sən fikir verdin yoxsa yox. Şərhlərdə bəziləri yazmışdı ki, çox lağlağı etmisiniz. Yaxşı eləmişik. Biz əslində demişik də, biz tənqidlərə bu cür cavab verəcəyik. Ha da yəni. Yox, lağlağı olmaz, şey lağlağı eləyərlər. Yəni əslində misal üçün də hətta bir nəfər yazmışdı, deyir, lağlağı eləmək əvəzinə oxu tövsiyələrini o videoda çəksəniz daha maarifləndirici olar. Hə, indi zaten edirik də onu. Demək, bu gün Ziya ilə mən özümüzün məsləhət bildiyimiz, oxuduğumuz kitabları tövsiyə olaraq verəcəyik və kitablar haqqında qısa məlumat verəcəyik. Belə deyək. Çox qısa, çünki belə baxıram ki, siyahıda çox danışsaq o şey eləməyəcəyik. Heç gün danışdıra bilməyəcəyik. Kitab haqqında 2 dəqiqə danışanda video 1 saat olur da, yəni nəqdi. Ha da, yəni ona görə çox qısa ümumi məlumat verdik. Ondan sonra keçdik növbəti kitaba bir-bir deyərik. Sən yəni necə istəsən fərqi. Tamam. Belə eləyək. Sənin desən fəlsəfə tarixi kitabların var idi. Onları bildir. Hə, onları bildirəm. Amma əvvəl bax bunu qeyd edeyim ki, niyə görə biz kitab tövsiyə edirik də cəmaata. Hə, eynən. Önəmli məsələdir. Niyə kitab tövsiyə edirik? Niyə bu video var, ha? Yəni ümumiyyətlə dostlara deyim ki, bizim Elvinlə bu layihəni başlayanda əsas məqsədimiz o idi ki, səviyyəli bir kontent yaradaq, mühit yaradaq, ümumiyyətlə ateist və teistlər arasında və düşünürük ki, bu kitab tövsiyələri də həqiqətən bu Nə oluyor? Bu bayaqdan yerində videonun ortasında yox. Yaxşı, imkan danışaq. Hə, biz bu layihəni başlayanda Elvinlə ümumiyyətlə məqsədimiz o idi ki, səviyyəli bir kontent yaradaq, səviyyəli bir mühit yaradaq və düşünürəm ki, bu kitablar da bu səviyyəli mühitin yaranmasında çox vacib belə deyək də nüanslardan biridir ki, nə qədər səviyyəli kitablar oxunsa, düşünürəm ki, istər teistlər tərəfdən, istər ateistlər tərəfdən o qədər də səviyyəli bir mühit yaranar. Yəni insanlar bir növ o Əhzab 37 məsələsindən çıxarlar da bezmişik məsələlərdən həqiqətən. Tək bu keçən dəfə vurğuladım, tək ateistlərdə deyil, teistlərdə də var da belə çox aşağı səviyyəli arqumentlər falan. Ona görə mən 20 kitab hazırlamışam tövsiyə üçün. Belə deyim də çox seçmişəm hansını. Yəni 20 dənə kitab məsləhət görürsə, yəni burdan nəyi qoyum ki, daha çox faydası toxunsun. İndi sənə bilməm neçə kitabdır. Məndə say olaraq 16 kitabdır. 16 kitab. Hə, onda elə əladır. Mən tarixlə bağlı 4 dənə deyim, ondan sonra artıq bir-bir vurğulayarım. Qısa mən də toxunum. Məsələn, bu videonu mən niyə çəkirəm? Düz sən bizim adımızdan danışdın. Bunlara zaten razıyam, amma mən niyə ən azından belə razılaşdım? Çünki birinci zaten bunu yəni layihənin birinci buraxılışında dedik. Çünki Azərbaycanda həqiqətən də mən xüsusilə də ateist, inancsız tərəfi hər zaman daha çox tənqid edirəm. Çünki mənə görə biz özümüz inkişaf eləməliyik ki, daha sonra normal bir mühit yaransın və normal müzakirə edə bilən şəxslər çıxsın. Və mənə görə bəli, bunun ən önəmli şərtlərindən biri bizim oxuduğumuz kitabların nə olmasıdır. Yəni biz sadəcə üzdə olan, yəni məşhurları mı oxuyuruq, üzdədirlər deyə, yoxsa həqiqətən də araşdırmaq üçün mü oxuyuruq? Ki zaten kitabları verdikcə də bunun üzərində daha ətraflı danışacağam. İstəyirsən sən başla birinci o tarix məsələlərini. Hə, təbii. Mən ümumiyyətlə daha çox bir fəlsəfi kitabla, bir də din fəlsəfəsi ilə bağlı, amma teizm tərəfdən olan kitabları toplamışam təbii olaraq. Yəni burada hansısa bir ateist müəllifdən mən məsləhət görməyəcəm. Məsələn, əvvəlki bir podkastımızda ateist müəllifdən də məsləhət görmüşdüm kitab. Yəni oxuya bilərsiniz. Bu ümumi idi. Amma sırf kitab məsləhətindən gedirsə söhbət, burada daha çox teist müəlliflərə yer verəcəm. Axı bunların da şəkli mütləq qoyarsan şeyə. Keçən dəfə sən də olan podkastımda orada demişəm ki, şəkillərini göndərəcəm, qoyarsınız. Videoda bu şəkillər yoxdur. Altdan da yazmışlar. Hə, deyəsən Ziya şəkilləri göndərmir. Doğrudan da mənim günahım idi, mən göndərməmişdim. Amma bunların hamısını atacağam, bunları yerləşdirərsən. Deməli, birinci 4 dənə fəlsəfə tarixi ilə bağlı kitab məsləhət görəcəm ki, mən düşünürəm ki, ümumiyyətlə fəlsəfəni bilmək üçün birinci fəlsəfə tarixini bilmək lazımdır. Əgər fəlsəfə tarixini bilməsək, fəlsəfəni bilmək və başa düşmək çox çətin olar bizim üçün. Çünki bu bir növ ibtidaidən daha belə deyək də kamil vəziyyətə gəlib fəlsəfə
və bu ibtidaini biz bilməliyik ki, yavaş-yavaş bu təkmilləşdiyi dönəmə qədər gələr. Bununla bağlı Azərbaycan dilində fikir antologiyası seriyası var idi, fəlsəfi kitablarla bağlı. İlk məsləhət gördüyüm kitab mənim odur. Deməli, Gunnar Skirbeklə Nils Gilliyenin Fəlsəfə tarixi əsəri Azərbaycanca var. PDF-i olmalıdır internetdə, əgər səhv xatırlamıramsa, amma satışda bilmirəm, qalıb qalmayım, çünki artıq neçə illər əvvəl nəşr olunmuş kitabdır bu, amma PDF-ini tapa bilərlər. Deməli, bu kitab sırf fəlsəfə tarixi ilə bağlıdır və ta qədim Yunan fəlsəfəsindən günümüzə qədər, yəni günümüzə qədər deyəndə lap da müasir fəlsəfə yoxdur burada, amma hardasa 1900-lərin sonlarına qədər olan o fəlsəfə tarixi var bu kitabda. Amma İslam fəlsəfəsi yoxdur, bunu xüsusi olaraq qeyd edeyim. Buddizm, Hinduizm, Konfusiyanlıq fəlsəfələri yoxdur burada. Sırf daha çox belə deyəndə qərb fəlsəfəsi tarixidir və fəlsəfə də daha çox qərbdən çıxdığına görə elə düşünürəm ki, qərb fəlsəfəsinin tarixini oxumaq daha önəmlidir. İkinci məsləhət görəcəyim kitab Bertrand Russell'ın kitabıdır, Qərb fəlsəfəsinin tarixi. Bu 3 cildli əsərdir. 3 cilddə yazıb müəllif bunu. Azərbaycanca yoxdur. Birinci nəşr vurulub bir dəfə. O da ki, yəni satışda yoxdur. Ancaq universitet üçündür. Amma türk dilində axtarmaq istəyənlər Batı fəlsəfəsi tarixi adı ilə bu kitabı tapa bilərlər 3 cilddə və yenə də deyirəm, digər Nils Gilliyenin kitabı kimi bu da sırf fəlsəfə tarixi ilə bağlıdır. Yəni Yunanlardan müasir dövrə qədər, yəni Bertrand Russell'ın vaxtına qədər olan fəlsəfə tarixindən bəhs eləyir. Üçüncü məsləhət görəcəyim kitab Hegelin fəlsəfə tarixi kitabıdır. Hegel ümumiyyətlə yəni fəlsəfənin ən qaymaq simalarından biridir, ən önəmli simalarından biridir və sırf Hegelin dilindən Şengörün şərhini çıxsın. Şengör yəni təsəvvür elə də dünya tarixinin bəlkə ən böyük 5 filosofundan birini adam zırva deyir. Yəni bu biabırçılıq dəqiqətən. Deməli Hegelin də fəlsəfə tarixi 3 cilddən ibarətdir. Birincisi Falesdən Platona qədər olan hissədir. İkinci hissə orta əsr və müasir fəlsəfədir. Yəni Platon deyəndə Platon da daxildir buna. İkinci hissə üzr istəyirəm Platondan orta əsr fəlsəfəsinə qədərdir. Üçüncü cildi isə orta əsr fəlsəfəsindən müasir fəlsəfəyə qədər və müasir deyəndə təbii ki Hegelin öz dövrünü qəsd eləyir. Yəni kimsə bu kitabda inşallah ki son dövr fəlsəfəsini axtarmaz. Hegelin artıq yaşadığı dönəmdən xeyli keçib. Və bir də bu qərb fəlsəfəsi tarixindən ki 3 kitab məsləhət gördüm. Bunların yanında bir də İslam fəlsəfəsi tarixi məsləhət görərdim. Bunu da və qeyd edim ki, Hegelin kitabı da Azərbaycanca yoxdur. Bunu ancaq türkcə tapa bilərlər. Türk dilində nəşr olunub. Və bir də Seyid Hüseyn Nasırla Oliver Limanın topladığı İslam fəlsəfə tarixi var. Və bu İslam fəlsəfəsi tarixi haqqında yığılmış ən yaxşı əsərdir deyərdim. Bu da 3 cilddən ibarətdir. 3 cilddə toplanılıb və bunu da Azərbaycan dilində axtarmayın. Azərbaycan dilində yoxdur, ancaq türk dilində var və 3 cildi bildiyim qədərilə satışda var, əldə edə bilər axtaran adamlar və bu da sırf İslam fəlsəfə tarixidir. Yəni peyğəmbərdən artıq sonrakı dönəm ki var. İslamda fəlsəfi düşüncə ki başlayır, ondan müasir dövr fəlsəfəsinə qədər bütün məsələlər demək olar ki bu kitabda da yer alır. Mən fəlsəfə tarixi ilə bağlı bir sual verəcəydim. Bu kitabda qısa filosoflardan danışılır yoxsa həm də mövzulardan da danışılır? Yox, mövzulardan da danışılır. Yox, təbii ki, yəni bu kitablar şey deyil, bioqrafik kitablar deyil. Hətta ilk kitab, yəni bu kitablar hamısı 3 cildlikdir. Bir dənə Nils Gilliyenin kitabıdır ki, bir cilddədir. O belə yəni bioqrafik deyil. Sırf filosofların öz fikirlərini ələ alıb və analiz edirlər. Yəni bu filosof bu fikirdə olub, bu filosof bu fikirdə olub. Təbii ki, bu tarixlə bağlı daha çox kitab məsləhət görmək olardı, amma düşündüm ki 4 ədəd ən önəmli, yəni ən önəmli fəlsəfə tarixi ilə bağlı mənim düşündüyüm budur ki, biri İslam fəlsəfə tarixi, digər üçü isə qərb fəlsəfə tarixi ilə bağlıdır ki, bu kitabları sırf giriş üçün. Yəni əgər din fəlsəfəsini oxumaq istəyən adamlar varsa, təbii ki, fəlsəfə tarixindən başlayıb daha sonra din fəlsəfəsinə gəlməlidirlər. Mən bu tarixlə bağlı bir əlavə eləyim. Aslında siyahımda yoxdur, sadəcə indi ağlıma gəldi bu fəlsəfə tarixi ilə bağlı. Sayımı da artırımdan 17 olsun. Deməli, Ahmet Cevizcinin çox kitab var. Fəlsəfənin deyəsən uzun tarix olmalı, səhv eləmirəmsə. Ya uzun ya geniş tarix, təxminən belə bir adam olmalıdır. Hardasa 800-900 səhifəlik
kitab olmalıdır. Məndə demək həmin kitabın PDF versiyası var idi və 2000 səhifə idi. O şeydədir. PDF-dir deyə. EPUB versiyadadır da, şeydə PDF deyil. Unutdum açıq onu. Məncə PDF-i də olmalı idi aslında. Yox, Tapsam əgər onun məsələn istəyənlər olsa. Onun PDF-i, o kitabın PDF-i hardasa 800-900 olmalı Ahmet Cevizlinin kitabı. Olar, bəlkə də gözəldir. Hə, yox, həqiqətən. Orada niyə görə o sual verdim? Məsələn, Ahmet Cevizi hansı formada yazıb kitabı? Tutaq ki, filosof verir, tutaq ki, Bertrand Russell, Russellın əxlaqa, siyasətə nümunəsi verir təbii ki. Bunlar bütün yanaşmalarını müqayisəliklə verir və çox idealdır. Məncə o kitab elə deyək də, yəni mən bu kitabı açım, qutarım deyə oxunula bilən kitablar deyil. Yəni bu kitab sadəcə stolsuz kitabdır, bəli. Yəni ehtiyac olduqca açıb oxunulan kitablardandır. Tam razıyam. O zaman belə deyək, sən 3 kitab verdin, mən də verdim. 4 kitab. Hə, 4 kitab hətta verdin. İstəsən birinci mən kitab verim, başqa artıq belə deyək də o siyahımıza keçək. Ha, təbii. Əsas o din fəlsəfəsi ilə. Bəli. Yenə də mənim burada verdiyim kitablar əslində çox olacaqdı. Bəlkə də mənə sual verənlər olacaq. Əslində yadındadır bu filosofları seçmə videosu çəkmişdik. Onu izləyənlər biləcək ki, mən məsələn niyə bəzi şəxslərin adını verməmişəm. Tutaq ki, Richard Dawkins olsun, Sam Harris olsun. Bunları versə məsələn kifayət qədər uzanar. Sadəcə burada eləmə məqsədimiz nədir? Mən səndən gözləmirəm də məsələn Richard Dawkinsin kitabı. Richard Dawkinsin 1-2 dənə elmi kitabları yaxşıdır. Amma yəni sırf bu mövzuda, yəni din fəlsəfəsinə veriləcək bir kitabı yoxdur. Bəli. O zaman birinci kitabdan başlayaq. Birinci kitab təbii ki, o videoda da seçdiyim, yəni mənə görə həqiqətən həm hal-hazırda, həm də ümumi olaraq mənə görə ateizm tarixində ən uğurlu, ən verdiyi arqumentlərin daha ciddi sanmalı olduğu Open'in arqumentləri, Graham Open'in. Graham Open'in arqument olaraq birinci, daha sonra yəni bu arqumentlərin toplandığı birinci kitabı verəcəm. Graham Open'dən ontoloji arqumentlər və Tanrıya inam kitabını seçmişəm birinci olaraq. Bu arada mənim sıralamamda bir ontoloji arqumentlər və Tanrıya inam. Və Tanrıya inam, bəli. Burada bu arada sıralama yoxdur necə? Yəni tutaq ki, bu kitab mütləq oxunulmalıdır, amma tutaq ki 16-cı kitab yox, oxumasanlar belə deyil. Mən amma biraz ibtidaidən daha aliyə doğru toplamışam ki, ona görə vurğuladım ki, sonra yəni şərhlərdə anlaşmazlıq olmasın. Demək, kitabı qısa olaraq bəhs edeyim. Opi qısa, təbii ki, uzun danışsaq çatmayacaq. Opi burada ontoloji arqumentlər verir və həmçinin də teistlərin ontoloji arqumenti hansı ki bilirsən, yəni Anselmdən bu yana verilən ontoloji arqumentləri incələyir və sonra ümumiyyətlə bu Tanrıya inanmanın belə deyək, müqayisəli olaraq əslində düzgün və seçilə bilinməyən olduğunu müdafiə edir kitabda. Məncə xüsusilə də bu kitabda ontoloji arqumentlərə yer verilib və kifayət qədər, hətta mənim ilk dəfə gördüyüm arqumentlər var idi orada. Məncə bu mövzuda maraqlı şəxslərin oxuya biləcəyi, hətta sənə tövsiyə edirəm. Məncə mütləq oxunmalı kitabdır, yəni bu kitab. Gözəl. Yəqin ki, türkcə versiyası olmaz məndə, yoxsa? Yox, bu kitab ingiliscədir bu arada, məndə PDF var. Ümumiyyətlə mənim verəcəyim bütün kitablar məndə PDF mövcuddur. Yəni əgər kimsə hamısını və yaxud da yəni istəyərsə, nömrə də verə bilərəm və yaxud da Instagram verə bilərəm, fərq yoxdur. Yəni kitabların PDF-ini ata bilərəm. Yəni məndəkilərin amma olmaya bilər. Hə, məsələn Hegel yoxdur PDF. Sonra Neskilya var, Bertrand Russell var, PDF. Sonra hansını dedim, şey var, Seyid Hüseyn Nasır PDF var, şeydə türk dilində var. Amma bəziləri yoxdur. Məsələn, Hegel yoxdur. Hə, Hegel yoxdur. PDF yoxdur. Mən biraz şeydən gəlirəm. İbtidaidən daha ağır versiyalara gəlirəm. Mənim artıq neçənci kitabdır bu? 4-cü sayından sonra 16-cı olur da bu, düzdürmü? Arxadan gəlsənsə 16. Hə, 16-cı kitab. 4-cü saymasansa olur artıq 15. 4-cü qutarı və bu artıq 15-cidir. Hə, tamam. 15 olsun. 15-ə düşür də. Hə. Deməli onda mənim 15-ci məsləhət görəcəyim kitab Mürtəza Mütəhhərin teizm seminarlarıdır. Düzdür, mən demirəm Mürtəza Mütəhhəri çox akademik müəllifdir deyil. Daha çox kütlə üçün populyar, belə deyim, fəlsəfə mövzuları var. O da niyə görə kütlə üçündür, akademik deyil? Çünki Mütəhhərin kitabları adətən öz yazdığı kitablar deyil. Seminarlardan çıxarışdır. Ona görə də adam seminar danışdığına görə, kütlə üçün danışdığına görə mövzular da maksimal dərəcədə sadələşdirilmiş formadadır və teizm seminarları kitabı da eynən bu qəbildəndir. Bir neçə günlük seminarlar baş verir Mürtəza Mütəhhərinin və orada teizm haqqında söz açılır. Burada çox mövzudan danışılır. Elm, din əlaqələri, tövhid məsələsi, təkamül nəzəriyyəsinin özü barədə danışılır bu kitabda. Şər problemindən danışılır. Yəni bir çox mövzuya toxunulur. Düşünürəm ki, belə deyim, yeni başlayan insanlar üçün din fəlsəfəsinə yetərli qədər unikal bir kitabdır və yeni başlayan insanlar çox rahatlıqla həzm edə biləcəklər bu kitabı. Bu arada mən teizm seminarlarını oxumuşam və
təkamül hissəsinə qədər səmimi deyəcəm. Təkamül hissəsinə qədər çox yaxşıdır, xoşuma gəldi. Amma təkamüldə sanki bilmirəm, bəlkə də həmin dövrdəki bilgi əksiliyi ola bilər. Təbii. Yəni bu kitab hardasa təxmini 60-70-ci illərə təsadüf edir. Bu da yəni bugünkü elmi data ilə həddən ziyadə fərqlər var. Ona görə də razıyam səndən. Təkamül nəzəriyyəsi mövzusunda bir sıra xətalara yol verib. Bu da xəta demək olmaz. Yəni o dövrün datası. Dövrün datası. Və dövrün datasına görə çıxış edib. Amma yenə də gəldiyi qənaət çox gözəldir. Yəni inkar eləmir. Deyir ki, yəni sadəcə İslamla uyğunlaşdırılması mümkündür buna. Yəni ciddi bir problem görmür burada. Bu arada tövsiyə edirəm ki, məsəl üçün mən nümunə verdim. İndi bəlkə sən istəməzsən. Tutaq ki, mən ateistlərə, yəni onlara üzümü tuturam deyə, inancsızlara teizm seminarları oxunulması kitabdır və mütləq şəkildə sadəcə bir tərəfli ateist filosoflar oxumayın da. Çünki qarşı tərəf nə deyə bilər arqumenti bunun üzərində məncə oxunulmalıdır. Və bir də bunu qeyd edim ki, bu kitab Azərbaycan dilində mövcuddur və Parlaq İmzalar nəşriyyatı tərəfindən nəşr olunub. Yeni nəşri mən bilən mövcuddur və mağazalarda var. Ala bilərsiniz. Qiyməti yəqin ki 10-20 arasıdır. Çox güman ki, belə gümanlayıram. Parlaq İmzaları da əslində sponsor ola bilər də burada, yəni ad çəkdik. Yox, burada çox nəşriyyat var. Deməli mənim ikinci kitabım Michael Martinin kitabıdır. Justification Philosophical, yəni Azərbaycan dilində desək, fəlsəfi əsaslandırmadır, ateizmin fəlsəfi əsaslandırmasıdır. Michael Martin. Deməli fəlsəfə əsaslandırma bu kitab mənim Opidən, yəni Opinin yazdıqlarından sonra hətta daha sevdiyim kitablardandır. Kitabda demək Martin çox maraqlı bir belə deyək də üsuldan istifadə edir, metoddan istifadə edir. Ateizmi iki yerə ayırır. Bir növ passiv və aktiv olaraq ayırır və passiv arqumentləri bir sırada verir, aktivləri bir sırada və çox maraqlıdır ki, eyni arqumenti iki fərqli mövqedə fərqli şəkildə izah edir. Çox maraqlıdır məncə. Yəni tutaq ki, eyni arqument, tutaq ki, ontoloji arqumenti passiv ateist bunu necə müdafiə edir? Aktiv ateist necə müdafiə edir? Bu çox maraqlı yanaşmadır. Mən də bəyənmişdim, fərqli yanaşmadır. Mən bunu teistlərə də açıqla məsləhət görürəm. Ateistlərə zaten məsləhət görürəm, oxusunlar. Yəni məncə oxunması kitabdır, yəni bu kitab. Müəllif hazırda yaşayır yoxsa? Sağ olmalıdır bəli bildiyim. Sağ ol. Yəni müasir filosoflardan aydın. Mənim növbəti məsləhət görəcəyim kitab Həmzə Sorçisin kitabıdır, Həqiqətin izində. Bunu da demirəm çox akademikdir. Mən daha çox akademikləri son 10-luğa saxlamışam. Yəni 10-luğa qədər belə deyim də çox yaxşı müəlliflərdir, amma yəni sırf belə dərin akademik əsər deyə bilmərəm buna. Amma Həmzə Sorçisin əsəri Həqiqətin izində, yəni ateizm illüziyası kitabı yetəri qədər, yəni yenə deyirəm o mütəhərrirdə dediyim kimi yeni başlayanlar üçün unikal bir kitabdır, başa düşülən bir kitabdır, rahatdır və bu kitab sırf ateizmin tənqidi üzərində qurulub. Yəni ateizmin müddialarını ortaya qoyur və tənqid edir. Təbii ki, ateizmin bölgülərindən başlayır, daha sonra iddialarını, ateizmin iddiaları üzərindən gedir və bunlara cavab verir. Yeni başlayanlar üçün əla kitabdır. Çox başa düşülən kitabdır. Kitab Azərbaycan dilində mövcuddur, türk dilində də mövcuddur. İstəyən türkcə alıb oxuya bilər, istəyən Azərbaycanca alıb oxuya bilər. Azərbaycanca organik elmin nəşridir bu. Sami Firdovsoğlu gedən nəşridir. Və qiyməti də yanlış xatırlamıramsa 10 manat olmalıdır. Yəni almaq istəyən dostlar bunu əldə edə bilərlər. Bu arada bu kitab Tanrı illüziyasına cavabdır yoxsa adət yoxdur? Yox, sırf ona cavab deyil. Yox, sırf ona cavab deyil. Ümumiyyətlə yəni ateizmin tənqidi üzərində qurulmuş bir kitabdır. Okay. Üçüncü verəcəyim nümunədir Graham Opidəndir. Tanrı əleyhinə ən yaxşı arqument kitabıdır. Kitab çox 101 səhifədir. Bunun da PDF-i mövcuddur. Bu da ingiliscə təəssüf ki. Bu üç kitabda türkçəsi yoxdur. İngiliscədir. Amma bu arada mənim fikrim var, yəni Opinin kitablarını tərcümə etdirmək istəyirəm. Bununla bağlı ayrıca yəni çox yaxşı olar. Bəli. Çox yaxşı olar. Mən təqdir edirəm bunu. Bəli. Bu demək burada da ümumiyyətlə Opi məsəl üçün daha çox ümumiyyətlə bu yəni son dönəm analitik filosofların belə bir yanaşması var. Teizm və yəni kainatı açıqlamadan söhbət gedir. İki açıqlamanı ortaya qoyurlar, izah edirlər. Naturalizm və teizmi və sadəcə seçilə bilər. Yəni əlimizdəki sübutlara əsasən naturalizm daha seçilə biləndir. Yəni Opi tam olaraq bu əslində mövqeyi müqayisə, daha doğrusu tərəfindədir və bu kitabda bunu isbat etməyə çalışır. Amma çox maraqlıdır deyim, yəni Opinin bu xarakterini xoşlayıram. Kitabın sonunda da deyir ki, bu mövqe hal-hazırda bəli seçilə bilən
seçə biləcəyimiz mövqedir. Amma bu demək deyil ki, bu artıq həqiqətdir və biz bundan teizmi tamamilə sıxışdırıb kənara atmışıq. Yox. Yəni sabah bir gün elə bir fakt ola bilər ki, bu teizmin açıqlamasını daha yəni hazırda yəni rasional olan budur. Hazırda rasional budur, bəli. Yəni bu da tövsiyə edədiyim kitabdır. Bu da ingiliscədir. Bu da ingiliscədir. Təəssüf. Mənim digər məsləhət görəcəyim kitab John Lennoxun Elm Tanrı axtarışında kitabıdır. Ümumiyyətlə John Lennox çox maraqlı müəllifdir və müxtəlif debatları da var video formatda da. Bu kitabı sırf Elm Tanrı axtarışında kitabı sırf daha çox Richard Dawkins'in belə deyək də iddiaları üzərindədir. Çünki ümumiyyətlə Lennoxun bir çox belə deyim də müəllif olduğu kitablar Richard Dawkins'in iddialarına cavabdır. Və bu kitabda da Richard Dawkins'in də həmçinin və başqa arqumentlər də var ki, bunlara cavab verir. Kitabın təməl məğzi nədən ibarətdir? Ateist alimlər ki, iddia edirlər. Elm dinə ziddir, elm dinə qarşıdır. Bir növ belə deyək də, din elmin ayağına bir növ zəncirdir. Bu cür arqumentlər ki var. Bu arqumentlərə bu kitabda cavab verir və Lennoxun gəldiyi qənaət budur ki, əslində elmlə din arasında heç bir ziddiyyət yoxdur. Əksinə, elmin inkişafı dini daha çox belə deyək də, rasionallaşdıran və əsaslandıran bir məsələdir. Bu kitabda Qədim Qala nəşriyyatının nəşr etdiyi kitablardan biri də Azərbaycan dilində var. Hazırda bilmirəm satışda qalıb yoxsa yox, amma böyük ehtimal ki, yenidən nəşr olunacaq Azərbaycan dilində. Axtarsalar məncə tapa bilərlər bu kitabı. Yəni o qədər də tapılmayacaq kitab deyil. Amma türk dilində bilmirəm. Deyəsən türkcə yoxdur bu kitab, sırf Azərbaycanda. Maraqlıdır. Hə. Okay. Mən növbəti verdiyim nümunə verəcəyim kitab Willey yəqin ki oxunuşu Blackwell-dir. Bu ateizm və fəlsəfə üzrə istinad məcmuəsi. Bunu özüm tərcümə etdim adı olaraq. Bəlkə də səhv gözəl adam. Yaxşı tapmışam. Adını yanlış tərcümə edə bilərəm. Zaten Ayxan ingilis hissəsini qoyacaq. Ola bilər ki, səhv tərcümə eləmişəmsə onu yəni mənə bildirərlər. Çətinlik ehtimalsız tərcümədə. Burada demək yazıçı, yəni filosof nə edib kitabda? Bir çox ateist filosofun düşüncələrini belə deyək də ifadə edir kitabda və misal üçün tutaq ki, mövzu əgər nə deyim misal üçün ateizmin əsaslandırılmasıdırsa, orada 4 filosof qoyur və 4 filosofun müəyyən mövzular üzrə yanaşmalarını təqdim edir. Yəni ümumi belə deyək də əslində həm bir cəhətdən faydalıdır ki, biz fərqli ateist filosoflara görürük orada və fərqli yanaşmalar görürük. Bu cəhətdən yəni bu da tövsiyə etdiyim kitabdır. Müəllifin adı necə oldu? Willey Blackwell. Əla. Mənim növbəti məsləhət görəcəyim kitab Francis Collinsin kitabıdır. Tanrının dili kitabı, bioloqdur özü Francis Collins. Və bu kitabda da eynən John Lennoxda olduğu kimi mövzu demək olar ki, eynidir. Elm və dinin zidd olduğu iddialarını bir növ belə deyək də Francis Collins özü bir elm adamı olaraq bu iddiaları çürüdür və Francis Collinsin də eynən Lennox kimi gəldiyi son qənaət, son nəticə budur ki, əslində elm heç də dinin qarşısını kəsmir və yaxud dini heç də belə deyək də yanlışlamır, əksinə. Yenə də elmin inkişafı dini bir növ doğrulayan məsələlərdən biridir və bu qəbildən elm və din münasibətlərindən 3 kitab qoymuşam bura. Çünki bu mövzu mən düşünürəm ki, çox mühümdür. Təməl olaraq 3 kitabdır. Daha sonra artıq sırf təkamül nəzəriyyəsi ilə bağlı da var, amma bu kitab düşünürəm ki, bu mövzuda çox yaxşı əsərlərdən biridir və bu da Qədim Qala nəşriyyatının nəşridir və bilmirəm satışda qalıb yoxsa yox. Mən bilən qalmayıb satışda, amma yenə də axtaranlar bəlkə də tapa bilərlər. Bəlkə bizdə də ola bilər. Bu arada dostlara da bildim, yeni kitab mağazamızda açılır. Bəlkə də orada tapıb qoya bilərik. Əgər istəyənlər olsa əlaqə saxlaya bilərlər. Əla. Kitabın adı nə idi bir də zəhmət olmasa? Tanrının dili. Tanrının dili. Mənə bir şeyə o türkçələri çağrışdırdı. Yəni böyütmə kitabının məğzi budur ki, Tanrının elm dediyimiz anda Tanrının danışıq dilidir. Bəli. İstifadə etdiyi metoddur. Bəli. Əla. Deməli, növbəti kitabım bu da yeni ateistlərdəndir. Yeni ateist deyəndə o yeni ateist yox, yəni çağdaş ateistlərdəndir. Ha, təbii. Məsələn, səhv eləmirəmsə, neo ateist deyil. Hə, neo ateist deyil. Səhv eləmirəmsə neo ateist yoxdur siyahıda.
İnşallah ki. İnşallah ki yoxdur. Bu arada dostlar, çaşbaş gözələr, çağdaş ateistlərdir, yeni ateistlərdir, new ateistlərdir. Qısaca istəyirsən vurğulayam ondan Deyim bağlı. istəyirsən, çünki Fərqlərdir. yeni ateistlərin səhv anlaşıla bilər. New ateizm bir cəryandır. bəli. Ayrı bir cəryandır new ateizm. Yəni bu saçdırmasın dostları. Sən istəyirsənsə məlumat ver. Çox qısa məlumat. Qısa olaraq belə deyək də, new ateizm əslində təməl məncə arqumenti bu cür ifadə etmək olar da. Elm mərkəzli və dini tamamilə sıxışdırıb lazımsız bir anlayış kimi ortaya qoymağa çalışan. Belə deyək də, new ateizmin təməl iddiası budur ki, həqiqət yalnız elmdədir, science-də. Yəni elmdə deyəndə laboratoriya elmə qəsd olunur. Yəni burada fəlsəfə, məntiq qəsd olunmur. Sırf laboratoriya elmləri qəsd olunur və bu da çox absurd yanaşmadır. Mən bir o qeyd elədiyim kitablar ki var, Lennox-da, Francis Collins-da, bunlar sırf eləsinə new ateizmin tənqidi üzərində yazılmış kitablardır. Və ona görə dostlarımız çaşbaş düşməsinlər də ki, yəni çağdaş ateistlərdir, yeni ateistlər. Çağdaş ateistlər belə yeni dövrdə mövcud olan ateistlər, belə deyək. Yəni klassik şeydir, ateizmdə, yəni fəlsəfə üzərində və doğru olan da budur. Yəni elmdən belə deyək də din tənqid olunmaz, metafizika tənqid olunmaz. Bəli, tam razıyam. Və burada verdiyim nümunə William Rowe'un Tanrı azad ola bilərmi kitabıdır. Bilirsən tam olaraq nəyi daha doğrusu cavab verməyə çalışır. Tanrı azad ola bilərmi? Aha, Leibniz və Clifford'un bu PCR arqumenti var ya, hansı ki, mükəmməl kainat məsələsi var. Mükəmməl kainatı arqumentləri ilə əslində heç də Tanrının azad ola biləcəyini müdafiə elədiyini bir növ yanlışlama üzərində qurulub və məncə maraqlı mövqe sunur Rowe. Rowe'un şər arqumentinə bağlı argumentini bəyənmirəm. Amma bu kitabı maraqlıdır, oxunula bilər. Məsləhət görürəm sənə də. Maraqlı. Tanrı azad ola bilərmi? Tanrı azad ola bilər. Kitab nə qədər. Bu arada Clifford'dan var siyahıda yoxsa? Yox, Clifford olmamışam. Clifford maraqlı müəllifdir əslində. Düz biraz köhnə müəlliflərdəndir, amma məncə maraqlıdır. Mənim digər məsləhət görəcəyim kitab Alper Bilgilinin, yəni müasir dövrdə Türkiyədə yaşayan çox ciddi həm sosioloq, həm də belə deyək də elm tarixçisi və yaxud elm fəlsəfəşünası da demək olar Alper Bilgiliyə. Çox yaxşı bir kitab var onun. Elm nə deyil? Biri var biz deyək elm nədir? Bu başqa bir şeydir. Bir də var elm nə deyil? Yəni biz elm deyəndə nələri qəsd eləmirik də, səbəb bundan gedir. Bu kitab daha sırf neo-ateizmin, yaxud qeyd elədiyi yeni ateist. Bu neo-ateizmin tənqidi üzərindədir bu kitab sırf və təməl ortaya qoyulan şəxs Cəlal Şəngör dərsində, Cəlal Şəngörün iddialarıdır, amma elmi iddialarıdır. Yəni hər danışdığı söhbətə cavab verməyib Alper Hoca. Və mən deyərdim ki, ümumiyyətlə türk müəlliflərinin içində yazılmış ən yaxşı əsərlərdən biri də həqiqətən elm mövzusunda çox ciddi bir əsərdir. Kitabı ancaq türkcə tapa bilərsiniz, amma mümkündür ki, yaxın zamanlarda Azərbaycanca nəşri sizlər üçün təqdim olunsun. Yəni bu ehtimal ola bilər biz vuraq, ola bilər biz nəşr eləyək, ola bilər ki, bir dostlar o nəşr eləsin, hələ bilmirik. Amma çox istəyirik ki, bu kitab dilimizdə olsun, çünki olduqca mühüm əsərdir. Çox. Yazarın ixtisası nədir bu arada? Yazarın ixtisası nədir? Filosof? Sosioloqdur. Sosioloqdur və belə deyim də elm tarixi üzrə də yanlış xatırlamıramsa əgər təhsili var. Əgər yanlış xatırlamıramsa bunu. Ümumiyyətlə bu müəllifin çox üzr istəyirəm Darvinizmlə bağlı, elm tarixi ilə bağlı çox ciddi əsərləri var. Okay. Sadəcə mən bu əsərini istədim məsələn görüm, bu daha önəmlidir. Demək burada bir tövsiyə eləyəcəyim bir kitab var, amma altını o xəttləyərək bir ifadə deyim ki, mən bu kitabın içindəkiləri tam olaraq razılaşmıram. Amma bu kitab bura qoyma məqsədim nədir? Tövsiyə edəcəyim kitabları anlamaq üçün və həmin mövzunu anlamaq üçün mütləq şəkildə bu şəxs oxunmalıdır. Bu şəxs elə sənin kitabına uyğunluq olsun deyəsinə sıralamamı dəyişdim özümdə. Elmi tədqiqatın məntiqi. Karl Popper'in kitabıdır. Elmi tədqiqatın məntiqi. Yaxşı müəllifdir, belə amma razılaşmalı və mübahisəli olan fikirləri var. Amma mütləq şəkildə bu mövzuda ümumiyyətcə elm fəlsəfəsi, tam olaraq elm necə işləyir? Yəni sən elm nə deyildir dedin, amma elm tam olaraq nə iş görür? Çox adam məsələn həm ateistlər olsun. Elm fəlsəfəsinin banisi sayılır da. Karl Popper, bəli. Məncə bu kitab oxunulmalıdır. Həm Popperin çünki elm fəlsəfəsinə əlavə etdiyi anlayış da var bildiyimiz kimi. Yanlışlana bildiyi məsələsi və bunu anlamaq üçün Karl Popper oxunmalıdır.
Amma niyə Karl Popper həm də bunu nümunə verdim? Bundan sonraki kitablarda açıqlayacağam sonra. O məncə türkcə olmalıdır o kitab. Türkçəsi var, məndə də PDF-i mövcuddur, istəyənlər üçün ata bilərəm. Karl Popper əla müəllifdir həqiqətən. Yəni mən də bəyənirəm Popperi. Düzdür, yox xətaları var öz yerində. Amma məsələn daha çox ən məşhur tanınan əsəri Popperin şeydir də, Açıq Cəmiyyət və onun düşmənləri, Hegel və Platonun tənqidi üzərində qurulmuş əsərdir, amma yenə də yəni samballı müəllifdir. Yanlışları ola bilər, tənqid oluna biləndir, tənqid açıqdır öz yerində, amma və bir də Cəlal Şəngör mən belə düşünürəm ki, biraz o Hegeli filan tənqid eləyəndə Popperdən çox təsirlənmiş kimi görünür. Popperin təsirindən çıxa bilməyib. Mən biraz bu elm və din məsələsindən danışdım. İstəyirəm bir təkamül nəzəriyyəsi haqqında da 2 kitab məsləhət görüm. Bunlardan biri Türkiyəli müəllif var, Recep Alpyağıl. Çox yaxşı müəllifdir. Daha çox necə müəllif deyəndə daha çox toplayır. Mətnləri tərcümə edir və toplayır. Onun bir kitabı var, Evrim və Tasarım. Yəni təkamül və dizayn. Bu kitabın mahiyyəti nədən ibarətdir? Bu kitabın mahiyyəti ondan ibarətdir ki, Recep Alpyağıl qədim dövrdən müasir dövrə qədər təkamül nəzəriyyəsi haqqında danışmış, daha çox teist müəlliflərin yazıları qeyd olunur. Bu ən qədimdən, məsələn, Əl-Cəhiz var kitabda, Kitab əl-Hayvan əsərindən parçalar var, İbn Sina var, İbn Tüfeyl var, Miskəveyh var, həmin kitabda yer alır. Sonra müasir dövrdə burada sırf nədən gedir söhbət? Burada din və təkamül nəzəriyyəsi ziddir deyən adamların da kitabları belə deyim də yazıları toplanılıb, elm və din uyğundur bir-birinə deyən adamların yazıları da toplanıb və düşünürəm ki, bu kitabı oxuyan insan təkamül nəzəriyyəsi və din haqqında demək olar ki, böyük ölçüdə çox ciddi bir fikrə sahib olacaq və burada artıq ən müasir dövrə qədər, hətta Alvin Plantinganın belə din və təkamül nəzəriyyəsinin uyğunluğu haqqında olan yazılarını belə bu kitabda qeyd edib Recep Alpyağıl. Bu kitab ancaq türk dilindədir. Allah qismət eləsə mən çox istəyirəm bu kitab Azərbaycan dilində olsun, amma bilmirəm. Gələcəkdə ola bilər ki, bu kitabı da nəşr eləyə, amma məsləhət gördüyüm əsas kitablardan biridir. Dil olaraq ağırdır yoxsa? Yox, ağırdır deyəndə, yəni orada müəllifdən müəllifə fərq var. Məsələn, Plantinganın mətni təbii ki, ağırdır. Bu sırf tərcümə mətnlərdir. Burada yəni məsələn Recep Alpyağıl özündən bir fikir qoyub. Yox. Sırf orijinal mətnlər tərcümə olunub və yerləşdirilib kitaba. Hətta Harun Yahya belə var. Yəni o dərəcədə titizliklə yığıb adam ki, yəni bunun fikirləri belə olsun burada. Kimisə çıxarmır. Deməli, növbəti verəcəyim nümunə kitab, mən çox tövsiyə edirəm bu kitabı, həm teist tərəfə, həm ateist tərəfə. Məncə oxunmalı kitabdır və Popperin elm anlayışına ciddi tənqid gətirən şəxslərdən biridir. Thomas Kuhn, elmi inqilabların strukturu. Çox yaxşı belə deyək, Thomas Kuhnun izahları var orada. Bu müəllifdən çox da xəbərdar deyiləm aslında. Hətta bu elmdə misal üçün hər dövrün özünün elmi istifadə etdikləri bir çərçivə anlayışı var da belə deyək. Thomas Kuhn ilk dəfə bu termin olaraq ortaya atmış şəxsdir. Hansı ki buna deyirlər ki, elmi inqilablarda müəyyən bir anlayış olur ki, misal üçün tutaq ki, mən bu günün fizikası kvant fizikasıdırsa, bu günün elmin istifadə elədiyi çərçivə kvant fizikası çərçivəsidir. Yaxşı anlayışdır, yaxşı belə deyək də ortaya qoymadı və Karl Popperi yaxşı tənqid edən filosof deyək də, belə Thomas Kuhn tam olaraq açıq bilmirəm. Məncə elm fəlsəfəsi sayılır. Elm filosofu sayıla bilər. Məncə bu da yaxşı kitablardandır, yəni. O maraqlı gəldi mənə. Mən müəllif haqqında çox belə məlumatım yoxdur, amma kitabın adı şəxsən məni çox cəlb elədi. Amma düşünürəm ki, o da türkçəsi olmayacaq. Yox, var. Türkçəsi var və bunun da PDF var. Çox qəşəng. Onu da mən mütləq göndərəcəm. Verilmişdən sonra atarım. Mövzu təkamülə gəlmişkən bir dənə də kitab məsləhət görüb mən. Deməli Caner Taslamanın, ümumiyyətlə buradan qeyd edim ki, mən Caner Taslamanın bütün kitablarını oxumağı məsləhət görürəm biz izləyən insanlara. Mənə görə yetər qədər ciddi müəllifdir Caner Taslaman. Bu yaxınlarda Azərbaycandaydı Taslaman yoxsa? Gəlmişdi Azərbaycana. Mən də getmişdim, görüşdüm orada, biraz söhbət elədik nəşr olunacaq kitablar haqqında da. Caner Taslamanın və bu kitabda qeyd edim ki, bizim nəşriyyatın nəşr siyahısındadır və tərcüməsi artıq hazırdır. Yaxın zamanlarda inşallah ki düşünürük ki bu kitabı nəşrə vuraq.
Deməli kitabın adı Bir Müsəlman Təkamülçü Ola Bilərmi? Burada sırf İslam dinindən gedir söhbət və təkamül nəzəriyyəsi arasında ziddiyyətlər və uyğunluqlar haqqında danışır. Deməli Cənayət Taslamanın bir dənə kitabı var bu haqqda. Evrim, Allah və fəlsəfə. Yanlış xatırlamıramsa, təkamül, Allah və fəlsəfə olmalıdır. O kitabda bir qədər təkamül nəzəriyyəsinə qarşı fərqli mövqeyi var. Biraz o dönəmlərində daha öncə yazılmış kitabdır bu. Daha qapalı yanaşırdı təkamül nəzəriyyəsinə, amma bu kitabda daha açıq zehinlə yanaşıb sanki Cənayət Taslaman. Və burada o iradlar ki var, məsələn bu məsələyə görə təkamüllə İslam ziddir, bu ayəyə görə ziddir və bu məsələlərə cavab verib və düşünürəm ki, çox ciddi bir əsərdir bu mövzuda oxunulmalı. Bu kitab da hazırda ancaq türk dilindədir. Amma dediyim kimi nəşriyyatımız tərəfindən, onlara nəşriyyat tərəfindən yaxın zamanlarda planlaşdırılıb nəşr inşallah ki. Əla. Demək mənim növbəti verəcəyim kitab əslində Popper və Kuhnla əlaqəli bir kitabdır. Lakatosun elmi tədqiqatların kitabın adını oxuyum, bunu əzbər deyə bilmirəm. Elmi tədqiqat proqramlarının metodologiyası. Lakatos burada həm Popperi, həm də Kuhnu tənqid edir. Burada özü fərqli bir yanaşma. İkisini tənqid edir. Karl Popperə haqlılıq verdiyi məqamları da var, tənqid etdiyi məqamları da var və daha yeni bir belə anlayış ortaya qoyur. Xüsusilə düşünürəm ki, yəni bunlar ardıcıl şəkildə oxunulsa, Popper, Kuhn və sonuncu olaraq da Lakatos daha məncə uyğun, daha münasib olar. Yəni əslində bayaq ona görə dedim ki, Popperi qoyma səbəbim bu idi, yəni burada. Bu ardıcıllıq olunsun deyə belə deyir. Bu bəs hansı dillərdə var? Lakatos türk dilində var, PDF-də mövcuddur məndə. Mən məsələn hazırlayacağam, PDF var, yəni istəyən kimi onun da PDF-nə tərcümə göndərərəm bunda. Mənim qeydiyyatlarımdan da bir çoxun PDF-i var internetdə. Bir çoxunun var. Düzü qeyd eləmədim hamısının PDF-də kitabın sadəcə harda mövcud olduğunu. Amma axtaranlar tapa bilərlər kitabdan düşünəm. Mənim növbəti kitabım Emin İmanlı'nın kitabıdır. Keçən podkastımızda da danışmışdıq Emin haqqında. Emin doğrudan çox ciddi müəllifdir və onun Tanrı kitabı. Sənin o mündəzəsini oxuyur. Sağ ol verəcəm bu kitaba dediyim kitab. Debata çağırmaq istədiyin Emin İmanlı'nın kitabı, Tanrı kitabı. Ümumiyyətlə kitab sırf Tanrının varlığını dəstəkləyən, yəni Tanrının varlığı lehine olan fəlsəfi arqumentlər üzərində yazılıb. İstər kosmoloji, antoloji, teoloji, bir çox arqumentlər bu kitabda yer alıb. Və xüsusi olaraq qeyd edim ki, Emin bu kitabı çox sadə dildə yazıb, həqiqətən çox sadə formada yazıb və yüngül fəlsəfi bilgisi olan insanların başa düşə biləcəyi formadadır. Kitab Agora, Emin İmanlı'nın öz nəşriyatıdır Agora. Agora nəşriyyat tərəfindən nəşr olunub və satışda çox az qalıb mən bildiyim qədərilə, amma bəlkə də tapmaq mümkün olar. Tapmaq istəyənlər ya mənlə əlaqə saxlayarlar, ya Eminin özü ilə əlaqə saxlayarlar. Amma məsləhət gördüyüm kitabların içindədir bu da. Əla. Növbəti verəcəyim kitab məncə bu sənə də maraqlı olacaq. Çünki normalda ateistlərin... Bunların hamısı maraqlıydı mənim üçün. Normalda ateistlərin standart və şablon arqumentləri olur. Və bu arqument bir qədər daha fərqlidir və çox da açığı müzakirə olunmayan arqumentdir. İlahi gizlilik arqumenti, sən bilərsən yəqin ki. Demək, yazarlar Paul Moser və Howard Snyder, yəqin ki, mən oxunur. Moser və Snyder tərəfindən. Amma bu essedir. Düzdür, Moserin və Snyderin yoxdur. Az həcmlidir, hə? Bəli. Həcmi azdır, yoxsa? Səhifə sayını unutmuşam. Yox, elə də az deyil. Orta belə deyil. Yəni nə az nə çoxdur. Esse şəklindədir burada. Səhv eləmirəmsə 8 ya 9 filosofun fikirləri toplanılıb. Hətta Moserin öz yazısı da burada qeyd alınır və Schellenbergi tanıyırsan yəqin ki, əslində Schellenberg oxumuşam. Yox, xatırlamıram. Əslində ilahi gizliliyi arqumenti belə ilk dəfə olaraq ortaya qoyan şəxsdir, səhv etmirəmsə və onun belə arqumenti yer alıb kitabda. Yəni məncə o bir qədər bu şər arqumentindən bezənlər, sıxılanlar varsa, yəni bunu fərqli kitab kimi oxuya bilərlər. Bu mövzu mənə də maraqlı gəldi. Bu da ingilis dilində ancaq yayılır. Yox, o türkçəsi, bu da ingiliscədir bəli. Türkçəsi yox. Türkçəsi yox, təəssüf bəli. Təəssüf. Növbəti məslək görəcəm kitab doktor Fərhad Akdemirin kitabıdır.
Növbədə 3 dənə Plantinga kitabı var. Ona görə Plantingadan əvvəl Aradan çıxarırsan bunlar. Yox, mütləq formada Plantinga giriş kimi, yəni Plantinganın öz kitablarını oxumaq üçün belə deyərdim. Mən çox məsləhət görürəm. Birinci bu kitabdan başlasınlar ki, daha sonra artıq Bir də zəhmət olmasa eşitmə. Plantinganı daha rahat başa düşsünlər. Deməli, doktor Fərhad Akdemirin kitabı da Alvin Plantinga və analitik din fəlsəfəsi. Burada Plantinganın təməl fikirləri ələ alınıb. Əsas burada şər probleminə verdiyi cavabdır, evidentializmə verdiyi cavabdır Plantinganın. Amma ümumilikdə Plantinganın fəlsəfi fikirlərini başa düşmək üçün və analitik din fəlsəfəsini anlamaq üçün Fərhad Akdemirin bu kitabı giriş belə deyək də formasında çox yaxşı bir əsərdir və şiddətlə tövsiyə edirəm bu kitabı oxumağı dostlara. Yəni Plantinga giriş üçün əvəz olunmaz kitabdır. Kitab ancaq türk dilində mövcuddur. Yəqin ki, sahaflardan, yəni bukinistlərdən tapa bilərsiniz. Yeni nəşr məncə yoxdur. Aha, maraqlıdır. Deməli, növbəti kitabım sənin də tanıdığın David Hume'un kitabıdır. Çox fikirləşdim David Hume'un hansı kitabını qoyum bura. Və David Hume'un özünə məxsus tərzi var. Və empirizmin verdikdə İngiltərədə David Hume'dan başlayır. Əsaslanmış forması. David Hume'un mən amma din üstünə kitabını qoydum. Din üzərinə gedir türkçəsi. Bizim dilə üstünə yəqin gedərdi tərcümə olaraq. Din üzərinə və din haqqında. Din üzərinə haqqında bəli. Din haqqında məncə daha ifadə edir kitabı. Aha, demək kitabda əsasən David Hume özü çox tanrılığın ilkin inanc forması olduğunu iddia eləyir və bunu əsaslandırır, həm məntiqi onu əsaslandırır, həm özünün verdiyi əsaslandırılması, həm tarixi üsullarında hətta girir David Hume buna. Oxunulub, ümumiyyətlə David Hume'un bütün kitablarını məsləhət görürəm. Sadəcə bunu nümunə olaraq yazdım. İnsan üzərinə, insan hərəkətləri üzərinə olmalıdır. Səhv eləmirəmsə traktatı. O kitabı məsəl üçün tövsiyə edirəm. Və David Hume'un tərzi də bilirsən, yəni ki, o bizim o kitabda yazdığımız kimi də əslində, yəni ünsiyyət üzərinədir, müzakirə üzərinədir və ona görə çox maraqlıdır. Yəni oxunulması David Hume fəlsəfə tarixinin yaxşı müəlliflərindən. Yaxşı müəlliflərindən oxunulmalıdır. Rahatdırmı? David Hume'un dili o qədər rahat deyil açığı. Bunu qəbul edirəm, qəlizdir. Və bir qədər də açığı bilmirəm oxumusansa biraz şeirsel izah verməsi də var onun. Yəni tam fəlsəfi olaraq yanaşmır da. Biraz cümlələrində bədililik var da belə deyək. Biraz qatı bədii olaraq da belə, yəni bu da oxunulması kitablar. Ümumiyyətlə David Hume'un bütün yəni əlinizə keçən hər hansı bir kitabını oxuya bilərsiniz deyə tövsiyə edirəm. Çox maraqlıdır ki, bu antropologiyanın hələ çox zəif inkişaf elədiyi dövrdə bu ibtidai inanclar haqqında ortaya fikir qoyması çox maraqlıdır həqiqətən də. Düzdür, səhv qənaətə gələm amma yenə də unikaldır məncə bu cür fikir qoymağa. Mən növbəti məsləhət görəcəyim kitab dedim də, yəni 3 dənə Alvin Plantinga var. Yəni məsləhət görəcəyim biri Azadlıq, Şər və Tanrı əsəridir. Yəni düşünürəm ki, Plantinganın şah əsərlərindən biridir bu. Birincisi yox, mən deyərdim ki, bəlkə ikincisi ya üçüncüsü saymaq olar bunu. Deməli bu kitabda məhz şər problemini ələ alır. Hardasa 120-150 səhifəlik kitabdır. Şər problemini ələ alır və şər probleminin əslində Tanrı ilə şərin eyni anda mövcud ola biləcəyinin yetəri qədər məntiqli olduğunu izah edir kitabın belə deyək də məğzində. Və sonda isə kitabın sonunda isə müəyyən qədər hardasa 20-30 səhifəlik ontoloji arqumentin yenidən işlənilməsi məsələsi var. Anselmin ontoloji arqumenti ki var. Buna müəyyən tənqidlər gəlmişdi sonrakı dövrlərdə. Evet. Plantinga onu 21-ci əsrdə yenidən çalışıb və ontoloji arqumenti yenidən işləyib. Bu kitab türk dilində də var və Azərbaycan dilində də bizim nəşriyyat tərəfindən, onlara D tərəfindən nəşr olunub, amma hazırda təəssüf ki, say bitib, yəni nəşr olunan kitablar artıq satılıb qalmayıb əldə. Mümkündür ki, yeni zamanlarda kitabı yenidən Azərbaycan dilində nəşr eləyərik. Ehtimalən. Okay. Növbəti verəcəyim kitab fizik olan, hansı ki, bayaq adını çəkdim, Sim Carroll'un İngiliscəsi A Big Picture-dir. Bizim dilə tərcüməndə yəqin ki... Sim Carroll, bəli. İngiliscəsi A Big Picture-dir. Hətta bildiyim qədər türkçəsi var kitabın. Böyük şəkil. Böyük rəsm əsəri. Böyük rəsm olaraq. Yox, rəsm əsəri yox. Picture daha çox fotoda, böyük foto. Türkçəsi böyük elə şeydir, yəni rəsm olaraq. Böyük rəsm. Bizdə də rəsm sözü var da, böyük rəsm, bəli. Deməli, türkçəsi var, PDF olaraq yoxdur. Mən hətta səhv eləmirəmsə bunu əsgərlikdən qabaq sifariş etmişdim Türkiyədən.
oxudum və çox xoşuma gəldi. Hə, fəlsəfi olaraq zəifdir Sinkarol. Əslində normaldır, bu da fizikdir və fizikin təbii ki, yəni, fəlsəfi cəhətdən zəif olması normaldır, amma elmi cəhətdən arqumentləri yaxşıdır məncə. Yəni pis deyil. Demək ümumi olaraq həm şuur haqqında, həm bəzi belə deyək bu inanc məsələləri haqqında da toxunduğu məqamlar var. Türkcə yenidən var, sifariş edə bilirsiniz. Yəni PDF olaraq da ingiliscəsi bilmirəm var yoxsa yox. Yəni PDF olaraq oxumaq istəyənlər ingiliscə axtarışlar tapa bilərlər. Var məndə. Türkcəsi var o məndə. PDF olaraq yoxsa? PDF yox, kitabın özü var, amma PDF-in xatırlamıram. PDF türkcədə yoxdur. Çünki mən Məncə tapmaq olar o kitabın PDF-ini, bilmirəm. ya araşdırsalar açıq mənə də ata bilərlər yəni. Çünki mən o kitabı əsgəriyə apardım və onu itirdim o kitabı. Ona görə təəssüfləndim açıq. Türkçədən tapmaq olar yəni. Türkçədən yəni bəli, sifariş etmirəm. Təşkil eləyərəm. Demək, mən növbəti kitabım yenə Alvin Plantingadandır və mənə görə Plantinganı mən şəxsən ən yaxşı əsəri sayıram bunu. Şah əsəri burada yəni birinci. Mənə görə budur. Mənə görə Tanrı və digər zehinlər, yəni Tanrı və başqa zehinlər belə deyək. Bu kitabda sırf mövzu daha çox belə deyək, Tanrının varlığı və ya yoxluğu haqqındadır. Yəni ümumi əl alınan, yəni Biaxçında bayaq vurğuladığımda şər problemi əl alınmışdı, amma burada sırf Tanrının varlığı və ya yoxluğu məsələlərdir. Və burada Tanrının varlığı əleyhinə qoyulan arqumentlər, bu arqumentdə olan boşluqlar, daha tutarlı arqumentlər nələrdir? Bunların üzərində çalışıb və düşünürəm ki, bu mövzunun rasional əsaslandırılmasında ən ciddi əsərlərdən biridir Plantinganın əsəri. Bu kitabı da ancaq türk dilində tapa bilərsiniz, Tanrı və digər zehinlər, amma bu kitabdan nəşrdə planda olan kitablardan biridir. Düzdür, hələ tərcüməsinə başlamamışıq, amma ehtimal var ki, bu kitabı da Azərbaycan dilində oxuculara təqdim eləyək. Belə görürəm sən nəşr eləmək istədiyin kitabları seçib gətirmirsən. Yox, yəni dəyərli saydığım kitabları nəşr. Yəni burada insanlara bu ön reklamda. Yox, bu kitabı yəni oxuyun deyirəmsə adamlara. Yəni təbii ki, bunun nəşri də mənim üçün maraqlıdır, çünki faydalı bir kitabdır. Demək, bayaq dedim əslində yeni ateistlərə nümunə verməyəcəm. Səhv eləmirəmsə, bu adını çəkəcəm şəxs yeni ateistdir, amma səhv eləmirəmsə, niyə görə bəs sual verə bilərsən ki, bunu daxil edin? Çünki verdiyi kitabın belə dini olaraq və yaxud da arqument olaraq bir əlaqəsi yoxdur. Michael Shermerdən bəhs edirəm. Michael Shermer. Yeni ateist yoxsa mən açıb unutdum. Valla mən onu tam tuta bilmirəm. Bir kitabını oxumuşam onun təkamül nəzəriyyəsi ilə bağlı, amma sırf tuta bilmirəm. Yəni başa düşə bilmirəm. Niyə ateist deyir? Amma oxşuyur, üslub olaraq oxşuyur əslində. Mən burada deməli niyə insanlar məntiqsiz şeylərə inanır kitabını qoymuşam. Türkçəsi o saçma şeylərə niyə inanırıq? Burada məsəl üçün maraqlı tip 1 və tip 2 xətasından bəhs edir. Maraqlı arqumentdir məncə. Ümumi olaraq da belə niyə inanır? Yəni bu açıqlamaları pis deyil, oxumaq olar. Və türkçəsi mövcuddur PDF olaraq məndə. Yenə də istəyənlər üçün yəni göndərə bilərəm. Müəllif özü pis müəllif deyil olmağına, amma yenə deyirəm, yəni üslubdan biraz neo-ateistə oxşuyur, amma tam mən də anlamamışam ki. Bu kitabı vermə səbəbində burada din fəlsəfəsi ya var, ya yoxdur, ya da azdır deyə. Yəni bu çox da belə deyil. Problemli nüans olmadığı üçün vermişəm. Təbii. Mənim növbəti məsələ görəcəyim kitab Plantinga Denotun bizim tərəfimizdən toplanılmış kitabıdır. Onlara nəşriyyat tərəfindən Elm və Din. Xatırladım ki, bu bir debat formasında, yəni üz-üzə Daniel Denotdan Alvin Plantinga debat eləyiblər. Və biz bu debatı Azərbaycan dilində kitab kimi nəşr eləmişik. Və xatırladım ki, bunu səhvləmirəmsə ingiliscə bilmirəm, olmalıdır. Ya var, ya yox bilmirəm, amma bir çox dildə yoxdur. Yəni türk dilində və rus dilində də yoxdur. Sırf kitab kimi yoxdur bu. Yəni kitab kimi. İlk dəfə yəni Azərbaycan dilində var, müəyyən məsələn Boşnaq dilində səhv eləmirəmsə bir dəfə nəşr olunub. İngilis dilində də olmalıdır. Yanlış xatırlamıramsa əgər. Burada da elm və dinin bir-birinə uyğun və ya zidd olması. Bu arada Daniel Dennett də neo-ateistdir. Məsələn, o da elmlə dinin aşırı dərəcədə zidd olduğunu deyir və elmin dini darmadağın elədiyi iddiasındadır və Plantinga burada Dennett'in bu argumentin sürüdür. Niyə görə bu kitabı mən o ən vaciblərin lap belə yanına da artıq 5-cidir də, 5-ci yerdədir mənim üçün bu kitabdır. Çünki bu kitab hər iki tərəfin fikirlərini özündə cəm eləyib, Dennett'in də, Plantinganın da və burada artıq oxucu bir tərəfli oxumayacaq. Yəni hər iki tərəfin fikirlərindən tanış olacaq və qeyd edeyim ki, bu kitabda daha çox əl alınan məsələ təkamül nəzəriyyəsi məsələsidir. Bu da onlara nəşriyyat tərəfindən nəşr olunub.
İstəyən olsa mənlə əlaqə saxlaya bilər. Qiyməti 15 manatdır bu kitabın. Qiyməti də qeyd edeyim ki, sonra şey eləməsinlər yəni. Ayxan bir də montajda yuxarıdan reklam olaraq keçərsən. Deməli, verəcəyim növbəti kitab var burada. Bu kitabı niyə seçdim? Kitabda da demək olar ki, ateist və yaxud da teist, din məsələlərinə toxunmur, amma niyə verdim? Yazarın demək kitab hansı üslubdadır? Bir filosof və bir psixoloqdur. Ortaq bir mövzu seçirlər. Müəllif kimdir? İki müəllifdir. Bir dənə izah edeyim, adını izah. Demək bir mövzu seçirlər, tutaq ki, həyatdakı anlam. Bunu psixoloq öz psixoloji cəhdindən izah edir. Filosof isə öz fəlsəfi yanaşmalarından izah edir. Psixoloqun inancını bilmirəm, çünki kitabda qeyd olunmur. Açıq özüm də araşdırmamışam, amma filosof özü ateistdir. Demək adları Antonio Makarov, bu psixoloqdur və ateist olanda belə filosofda Julian Baggini. Baggini ateist deyirəm, amma yəni o psixoloqun, yəni Antonio Makarovun ateist olmadığını bilmirəm. Amma belə yanaşma olaraq niyə bu kitabı nümunə vermişəm? Məncə maraqlıdır. Bir mövzunun həm psixoloji tərəfindən alıblar, həm fəlsəfi tərəfini, hətta orada həyatın mənası ilə bağlı maraqlı bir hissə var. Belə yəni məsləhət gördüyüm yəni kitablardan. Maraqlı gəlir burada. Bu da ingiliscədandır. Baggini ilə səhv eləmirəmsə, yox, türkçəsi var bu kitabında, PDF var. Yəni burada həyata baxışdan danışırlar da daha çox. Psixoloji nöqtələr, məsəl üçün ölümdən sonrakı həyatda belə təxminən. Hər iki öz fikirlərini. Hər iki öz fikirlərini. Maraqlı. Deməli mən artıq 1, 2, 3 son 4-lüyümə gəlib çıxmışam mən. Artıq son 4 mənə görə ən önəmli 4 məsələ mütaliəçilər üçün. Bunun birincisi din fəlsəfəsinə giriş, ağıl və inanc. Bu kürə yayımlarının topladığı bir kitabdır. Cambridge Universitetinin filosofları tərəfindən belə deyək də yazılmış bir kitabdır. Məsələn Michael Peterson, William Hesker, Bruce Reichenbach və David Basinger. Bu müəlliflər Cambridge Universitetinin filosoflarıdır, professorlarıdır və sırf din fəlsəfəsinə giriş mahiyyətindədir bu kitab. Ağıl və inanc. Düzdür, kitabda səmimi etiraf eləyim, teist düşüncə daha ağır basır kitabın məğzində. Amma ümumilikdə giriş üçün, yəni ümumi din fəlsəfəsinin ələ aldığı təməl mövzular ki var, bu mövzulara giriş üçün əvəz olunmaz bir kitabdır və kitab ancaq türk dilindədir, Kürə Yayımları tərəfindən nəşr olunub və mən bildiyim qədərilə satışda var. Türkiyədən almaq istəyənlər əldə edə bilərlər bunu. Okay. Verəcəyim növbəti kitab, bu da çağdaş ateistlərdəndir. Alex Malpasdan Marianna Marforinin yazdığı kitabdır. Fəlsəfi və formal məntiqin tarixi. Niyə bu kitabı qoymuşam? Çünki məncə məsələn fəlsəfi və yaxud da arqument üzərindən müzakirə ediriksə, mütləq şəkildə məntiq bilməliyik. Və burada xoşuma gələn həm fəlsəfi, həm də formal məntiqin tarixidir deyə, həm burada bizə bir tarix verir, həm də tam olaraq məntiqi izah edən bir strukturdadır və mən tövsiyə edirəm ki, məsələn bizim ateistlərdə biraz məntiq açıb oxusunlar. Çünki arqumentlərin formallaşdırılmasında, strukturlaşmasında, xüsusilə də müasir məntiqdə, yəni Fregedən sonrakı məntiqdə çox önəmlidir bu. Yəni hətta özün də bilirsən, yəni istir teist filosoflar olsun, müasir çağdaş. Bunların yəni üzərində qurduğu məntiq əsasən artıq Frege məntiq sonrakı. Yəni Frege məntiqindən sonrakı istifadə olunan məntiqdir və bunu məncə bilmək lazımdır belə deyək. Mütləq. Yəni bilmək çox vacibdir. Düzü mən məntiq və epistemologiyadan qoymadım siyahıya. Niyə görə qoymadım? Çünki mən düşünürəm ki, bunu tam ayrı bir layihədir. Əslində epistemologiya və məntiq bizim bu məsləhət gördüyümüz kitablar ki var, bunların ən önəmli hissəsidir. Yəni girişdir buna. Təməl hissəsidir. Onu bilməsə bir insan məntiq və epistemologiyanı idraki, yəni bunlar çox çətin gələcək ona. Birinci onları bilməlidir. Çətindən də var da. Mən düşünürəm ki, sırf o haqqda ayrıca bir veriliş eləmək olar. Edir problem deyil. Yəni sadəcə məsələ nədir? Məsəl üçün məntiq bilməyəndə və strukturu bilməyəndə sən arqument oxuyursan, istifadə edirsən, amma əsaslandıra bilmirsən. Arqumentin nəyin deyilmək istədiyini anlamırsan. Həm də özünü də əsaslandıra bilmirsən. Sadəcə əzbərçi formada bunu qeyd etsən, bu da problemdir. Yəni bu şəxsdə də var da, yəni hal-hazırda özünə bilirsən yəqin ki. Yenə yazırlar ki, lağlaq edirsən. Nəsə, özlərə toxunmaya. Deməli, mənim növbəti məsləhət görəcəyim kitab Recep Alpiyağılın yenə də bayaq o Evrim və Tasarım kitabını dedim. Onun yenə də bir topladığı kitab var. Möhtəşəmidir bu. Dəhşət əsəridir. Din fəlsəfəsinə dair oxumalar. Yəni, din fəlsəfəsinə dair mətnlər, belə deyək, məqalələr 2 cilddədir. Toplayıb bunu Recep Alpiyağıl. Və o qədər mükəmməl yığılmış bir kitabdır ki, burada mövzulara bölünüb. Məsələn, elm və din.
möcüzə, şəxsi təcrübə, Tanrının varlığına dair dəlillər, yoxluğuna dair dəlillər. Bu kitabda da sırf müəlliflərin öz məqalələrini, dediyim kimi də Rəcəb Afyağlının üslubu budur ümumiyyətlə. Orijinal mətnləri tərcümə edir, kitaba toplayır və burada da müəlliflərin öz mətnlərinin sırf olaraq bu kitabda toplanmasıdır. Burada istər ateist, istər teist müəlliflər var, amma yenə də dediyim kimi daha çox güc burada teist müəlliflərə verilib. Bu da başa düşüləndir əlbəttə. Çünki Rəcəb Afyağlı özü də inanclı bir insandır, bildiyim qədərilə. PDF olaraq var. PDF olaraq o evrim və təsarruf var. PDF olaraq çox çətin tapılır, amma var. Amma bu kitab rastıma çıxmayıb açığı PDF-i. Bu kitabı ancaq kitab kimi almaq olar Türkiyədən 2 cilddə. Və mən deyərəm ki, bu kitabı oxuyan insan və bir də bundan sonraki məsləhət görəcəyim kitabı oxuyan insan artıq din fəlsəfəsi haqqında çox böyük bir fikrə sahib olacaq, həddən ziyadə. Okay. Növbəti verəcəyim kitab Leonard Tiger və Michael McGuire yazılır. Yəni tam olaraq oxunuşunu biraz çətin seçirəm. McGuire deyək də buna. O müəlliflərin bəzi Azərbaycan dilində oxunuşları çətindir, hə. Ad olaraq qoyacağam onsuz da. Təbii ki, ingiliscə o yazılışı qoyulacaq. İngiliscə yazılışını qoyarıq ki, daha rahat tapılsın. Kitabın adı Tanrı beynidir. Bilirsən yəqin ki. Bu kitab rastıma çıxıb mənim. Səhv olmasa məndə var ya bu kitab. Kitabın özü amma oxumamışam. Amma oxumamışam. Maraqlı kitabdır, məncə başlaya bilərsən. Çox belə tövsiyə edildiyim kitabdır, yox. Nə məndə yox, yəni mütləq oxu da bunu, yox. Bu o nevroloqdur, yoxsa? Tiger səhv eləmirəmsə nevroloqdur. Hə, mən də elə yadımda qalıb kitab. McGuire-ni bilmirəm, yəni unutmuşam açığı ad olaraq. Yəni ixtisas olaraq nə olduğunu. Tanrı beyinləri əsasən yəni tanrı anlayışı ümumiyyətcə və yaxud da inanc bizim beynimizdə necə formalaşdı, həm nevroloji cəhətdən, həm ümumiyyətcə anlayış olaraq ortaya qoyurlar. Oxunula bilər, yəni oxunula bilən kitabdır arqument olaraq. Yəni mən burada verdiyim kitabları sırf bunu oxu, yəni sən hazır olacaqsan teist arqumentlərə. Bu məqsəddə deyil. Məsələn, adi sən özün dedin, bəli, arqumentləri qəbul edə bilərik, tutaq ki, Mürtəza Mütəhhirinin təşəmmüldə fikirlərini məsələn. Amma bu onu oxunulmayan yazısı eləmir. Yox, əlbəttə ki, kitabın içində unikal məsələlər mütləq formada var. Deməli, mən digər artıq ikinci kitabda da belə deyim də ən vacib ikinci məsləhət gördüyüm kitabdır. Bu da bayaq qeyd elədiyim Cambridge Universitetinin professorları tərəfindən toplanmış Michael Peterson, William Hesker, Bruce Reichenbach və David Basinger tərəfindən din fəlsəfəsi seçmə mətnlər. Bu kitab məncə çox vacib. Rəcəb Afyağlından mən deyərdim eyni mahiyyətdədir bu kitabda. Məhz müəlliflərin orijinal mətnləri toplanılıb bir yerə və yenə də din fəlsəfəsi haqqında bayaq dediyim kimi dini möcüzələr, şəxsi təcrübə, Tanrının varlığı dəlilləri, yoxluğu dəlilləri, Tanrı düşüncəsi necə formalaşdı və s. Həm ateist, həm teist müəlliflərin orijinal məqalələrini tərcümə edib bu kitaba yerləşdiriblər. Plantingadan Dawkins'a qədər, yəni müasir dövr filozofiyasından deyirəm də düşüncə adamlarından və qədim dövrdə də məsələn İbn Sina'dan İbn Xalduna qədər bir çox adamın fikirləri bu kitabda öz yerini tapıb və sırf din fəlsəfəsi ilə bağlı ən unikal oxunması vacib kitabdır mən deyərdim. Okay. Burada mənim son kitabımda indi baxıram. Məndə də artıq son qalıb. Son kitabım, dedim bunu sona saxlayım. Azadlığın təkamülü kitabıdır. Daniel Dennett. Bəli. Sən zaten bir nümunə verdin orada Plantinga olan kitabı. Niyə bu kitabı sona saxladım? Məncə mənə görə ən yaxşı kitablarından Dennettin. Azadlığın təkamülü, özgürlüyün evrimi gedir də türkçəsi. Ümumiyyətcə mən yanaşma olaraq çox sevirəm Dennetti. Yəni çox adam həqiqətən əcdaha yanaşır mövzulara. Neo-ateist olsa da yaxşıdır. Bu çox maraqlı. Biraz fərqlənir digər neo-ateistlərdən həqiqətən. Neo-ateistlərdən? Neo-ateist. Özü də neo-ateistdir. Yəni yeni ateistlərdən də Daniel'dan daha çox science mərkəzlidir, elm mərkəzlidir. Amma mən düşünürəm ki, neo-ateizmdən biraz ayırmaq da olur onu fikirlərinə görə ki, çünki daha ciddi fikirləri var. Olur deyəndə, bilmirəm, mənim fikrimlə nə qədər razılaşırsınız. Mən ümumiyyətlə onu yeni ateist saymıram açığı. Əslində düşüncələri neo-ateizm düşüncələridir. Yəni elm mərkəzlilikdir də neo-ateizm. Yəni elm mərkəzli olmaq. Elm mərkəzli olmaq deyəndə yəni elmi əsas saymaq deyil ha. Məsələ budur ki, yəni həqiqət elmdədir. Elmdədir. Yəni bu cür yanaşma.
Belə mənim son kitabım da buydu. Azadlığın təkamülü kitabı. Özgürlüyün evini. Türkçəsi var, PDF olaraq da məndə mövcuddur. PDF var, bilirəm o kitabın PDF var. Və mənim də son məsləhət görəcəyim kitab Bu arada mənə çox maraqlı sənin son kitabın, çünki sən bir struktura qurmusan. Mənim üçün ən vacib budur. Və mən düşünürəm ki, bu kitabı oxuyan insan, səbri çatıb bu kitabı oxuyan insan, hətta biraz iddialı danışsam deyərəm ki, başqa kitab oxumağa ehtiyac yoxdur. Yəni o dərəcədə. Deməli bu kitab Bayram Ali Çetinkayanın topladığı bir kitabdır. 10 cilddən ibarətdir kitab. Və hər cild 1200 səhifə, 1400 səhifə, 1500 səhifə bu cür bir şeydir. Yəni hər cildi. Kitabın adı bu belədir ki, Şərqdən Qərbə düşüncənin təkamülü. Şeydə belədir, türk dilində belədir. Doğudan batıya düşüncənin serüvəni. Serüvən daha çox bizim dildə necə ifadə oluna bilər, tam hazırda bilmirəm. Amma təkamül, inkişaf demək olar, təkamül demək olar. Yəni şərqdən qərbə düşüncənin inkişafı. Bu kitab deməli, çox dəhşət kitabdır bu. 10 cilddə toplanılıb bu kitab və hər kitab dediyim kimi də 1100 səhifə, 1200 səhifə, 800 səhifə, 900 səhifə, yəni belədir. 800-dən aşağı cildi yoxdur bu kitabın və nədir? Kitabın ilk 5 cildi ümumi dünya tarixindəki düşüncələr və ideologiyalar ki var, bunlar haqqındadır. 5-dən 10-a qədər sırf İslam düşüncəsinin belə deyək də inkişafı haqqındadır. Bu necə yığılıb, bunu da deyim. Burada məsələn orijinal mətnlər deyil. Necədir bu? Türkiyədə olan akademik adamlar ki var, professorlar ki var, hansı mövzunun mütəxəssisi varsa, o mütəxəssisin yazdığı məqalə bu kitaba qoyulub. Misal üçün taoizmdən danışılır. Türkiyədə taoizm üzrə ən mütəxəssis adam kimsə, onun məqaləsi götürülür, taoizmlə bağlı qoyulur bura. Konfusyanlıq, Türkiyədə mütəxəssis kimdir? Bu adam qoydular bura. Xristianlıq, məsələn, qoydular bura. Yəni burada, məsələn, Albert Einstein haqqında, ən ciddi araşdıran adam kimdir? Türkiyədə bu. Götürürlər, yəni ən akademik müəlliflərin, yəni Mehmet Bayraktar kimi çox ciddi müəlliflər var burada. Sonra səhv etmirəmsə Zafer Duyğunun da burada məqalələri yer alır. Yəni ümumiyyətlə bu kitab çox qaymaqdır, yəni çox akademikdir. Mən hətta deyərdim ki, bu kitabı oxuyan insan doğrudan deyirəm, düşüncə tarixi haqqında o qədər çox şey biləcək. Yəni onun hamısını oxumusan bu arada? Hamısını yox, hamısını yox. İndi oxuya gedirəm. Artıq 3-cü cildin əldə eləmişəm bunun, 10 cilddir. Hamısına göz gəzdirmişəm gəzdirməyinə. Yəni amma belə təfərrüatda artıq 3-cü cild əldə eləmişəm, 3-cü cilddəyəm. Və yenə də deyirəm, bu kitabı oxuyan insanın artıq çox da bir kitaba ehtiyacı olmayacaq deyə düşünürəm. Şəxsi düşüncəm budur. Və ən vacib bildiyim kitabların içində budur. Bunu oxumaq maraqlı sual. Bunu hardan əldə etmisən? Sifarişlə yoxsa? Bunu əslində PDF-lərin özüm kitab kimi çıxartmışam. Çünki sifarişlə çox baha gəlir, həddən ziyadə. Və bilirsən də mən də PDF çapı ilə məşğul olaram. Və artıq özüm üçün belə deyim də hər sifariş olanda artıq oxuduqca yenilərini nəşr edirəm özüm üçün və istəsən sənin üçün də təşkil edə bilərəm. Onlar əslində maraqlı gəldi çünki. Çox möhtəşəmdir. Bunun PDF-i var. Qeyd edim ki, internetdə çox rahat tapa bilərlər bunun PDF-ini. Əla. Açığı mən fərqli kitablar gördüm, fərqli şəxslər eşitdim ilk dəfə. Mən də çoxsunu ilk dəfə eşitdim açığı. Əla. Maraqlı gəldi açığı və nə xoşuma gəldi. Birinci podkastda demişdim də mən. Məsəl üçün sən kitabı verirsən, yəni nümunə olaraq deyirsən və deyirsən ki, bunu ya biz və yaxud da başqa bir dost nəşriyyat və yaxud da fərqli bir X nəşriyyat bunu tərcümə edəcək. Bu çox önəmlidir ümumiyyətcə. Çünki məsəl üçün mənim verdiyim kitablar daha çox ingiliscə idi. Təəssüf ki, bəzilərini oxucular oxuya bilməyəcəklər. Amma tövsiyə edirəm ki, məsəl üçün oxumağa cəhd edə bilərlər. Çünki bu gün süni intellektlə düzdür, çətin olacaq, razıyam. Anlayış bilmədən çətin olacaq. Amma ən azından oxumaq istəyənlər üçün məncə faydalıdır. Təbii ki, oxumaq istəyən insan istənilən bir formada çalışıb oxuyacaq ona. Amma bayaq dediyim kimi, məsələn, Graham Openin nəşri ilə səhv eləmirəmsə, Rəşid də bu məsələdə maraqlı idi. Rəşid də bizim ateist dostlarımızdan biridir, çox dəyərli yoldaşdır həqiqətən. Mən düşünürəm ki, bir Rəşid Graham Openin kitablarını nəşr eləsək, biz artıq belə deyim də, Prustun da bir kitabının tərcüməsini hazırlamışıq artıq. Prust da var da ciddi və ağır. Prust çox ciddi müəllifdir, çox ciddi. Amma kitab nəşr olunmayıb deyə bura qoymadım. Reklam edə bilməyəcəm. Türkçədə məncə yoxdur Prustun kitabı, mən xatırlamıram. Rast gəlməmişəm. Və hətta William Lane Craig'dən də bir kitabımız hazırdır. Alvin Plantinga'dan da bir kitabımız hazırdır artıq. Yəni kitab deyəndə necə seçmə məqalələrini toplamışıq bir yerə. Orijinal ingilis dilindən tərcümə olunub hər biri. Və artıq yavaş-yavaş işləyirik. Mən çalışıram ki, din fəlsəfəsi mövzusunda
ən qaymaq müəlliflər Azərbaycan dilində olsun və ona görə mən istəyirəm ki, məsələn, Əks tərəfdən də bu şey görürəm. siz də təbii ki, məsələn, Graham Oppy olsun, Make olsun, Michael Ruse olsun, məsələn bu Daniel Dennett'ın özü olsun. Yəni Daniel Dennett'ı biz vurmuşuq. Gör də Bizim aybımızdır. amma doğrudan bu məsələləri mən düşünürəm ki, Rəşidlə və yaxud digər ciddi ateistlərlə, söhbət ciddi ateistlərlə, əsəb ciddi ateistlərini demirəm. Amma ciddi ateistlərlə birləşdirib mən bu işi çox faydalı görürəm həqiqətən. Mən buradan sənin söz və dəstək və bir çağırış eləmək istəyirəm. Hər hansısa bir ola bilsin. Nəşriyyat olsun və ya da şəxslər olsun. Əgər həqiqətən də onlar üçün bu maraqlıdırsa, mənim təbii ki, burada maddi gəlir güdmürük. Zaten maddi gəlir güdsə, bu gün burada bu veriliş əvəzində daha başqa veriliş çəkərdik. Və əgər yəni bunu eləmək istəyən şəxslər varsa, ən azı yardım kimi, burada fikir yardımı ola bilər və yaxud da mətbəyə yardım ola bilər və s. Yəni bir eləmək istəyənlər misal üçün əlaqə saxlaya bilərlər. Zaten mən özüm bunu eləyəcəm. Yəni həm Rəşidəm mən fikrimiz var bunu, amma kimlərsə də istəyirsə qoşulmaq, tutaq ki, biri var 6 aya çıxaraq, bir var 2 aya daha sürətləndirilmiş rejimdə çıxaraq. Buna məncə yardımçı ola bilər. Və bir də mən məsləhət görərdim ümumiyyətlə bu kitabları nəşr edəndə mütləq elmi redaksiyasında şərhlərə önəm verin. Niyə görə? Çünki bu müəlliflər ağır müəlliflərdir. Məsələn, mən Plantinqanın birinci kitabını vuranda, Tanrı, Şər və Azadlıq vuranda şərh yazmadım onu. Ümumiyyətlə kitab necədirsə, tərcümə etdim, buraxdım. Amma ikincidə artıq Plantinqandan Daniel Dennett'da bacardığım qədər kitaba şərh verdim ki, kitab anlaşılan olsun. Çünki bu müəlliflər biraz fərqlənir də. Məsələn, bizim fikrimiz gedir biraz əvvələ. İstər Leibniz olsun, istər John Locke olsun. Bunlar müəyyən qədər sadədirlər. Amma məsələn Graham Oppy'dir, Alvin Plantinqadır, Proust'un özüdür. Bunlar o qədər qəliz müəlliflərdir ki, yəni analitik fəlsəfə ümumiyyətlə müasir dövrdə çox qəliz bir dilə sahibdir. Və ona görə mən düşünürəm ki, bunları işlədikcə mütləq formada şərh yazsanız daha məqsəd uyğun. Anlaşılan olanda. Burada misal üçün əslində səsləndirmədiyim həm bir say limiti olduğu üçün, həm də mövzuya bir qədər uzaq olduğu üçün, amma yenə tövsiyə eləmək istədiyim şəxslər var daha doğrusu. Kitab üzərindən getməyəcəm. Misal üçün olsun elə biri Wittgenstein'in özü. Dil fəlsəfəsi üzərinə məncə oxunmalı, belə deyək, filosoflardan da. Wittgenstein həm sən məsləhət görsən, həm mən. Adam yarı dövrün dilsiz olub, yarı dövrün Tanrı fikrinə daha yaxın formada yaşayıb. Wittgenstein çox qaymaq müəllifdir. Oxunulmalıdır məncə. Səhv eləmirəmsə, türkçəsi də mövcuddur. Tractatus Logicus Philosophicus. Deyəsən türkçəsi var da. Var, türkçəsi var. Məndə var o kitabın türkçəsi. Amma çox maraqlı ki, bir nəşriyyat tərcümə eləmir adı. Hamısında Tractatus Logicus Philosophicus qalıb, bu cürü qalır. Əslində necədir onun? Kitabın adı əslində belə gedir də. Tractatus Logicus Philosophicus fəlsəfə elminin traktatı. Fəlsəfə elminin traktatı. Bu daha şey adı. Amma Azərbaycanca da var bu kitab. Başlar nəşriyyatı nəşr eləmişdi bunu. Onlar da kitabın adını saxlayıblar. Tractatus Logicus. Tərcümə edirlər də. Niyəsə bütün nəşriyyatda. Bəlkə mən səhv deyirəm fəlsəfə elmi, amma adı budur da. Tractatus, traktat, Logicus elm, Philosophicus da fəlsəfə. Mənə elə gəlir fəlsəfə elminin traktatı onlarda başqa nə olmasıdır ki, adı. Amma yaxşı əsər, qəlizdir amma yaxşı əsər. Yaxşı əsərdir. Sonra məsəl üçün oxumalar Frege'dən oxumalar çünki Frege, yəni Frege. Müasir dövrün məntiqi. Müasir dövrün məntiqini giriş üçün. Giriş üçün bilmirəm, ağır olar yoxsa yox. Çox ağır. Ağır olar, amma belə də o məntiqə giriş. Amma Frege məntiqinə bax indi elə yadıma düşmüşdüm. Arxanistəqəmiz var bizim. Yoxdur. Onu bir dənə bunda qısaca qeyd edeyim. Bu kadrları kəsməyiblər də qalsın maraqlı. Bax burada bir kitab var idi. O kitab məndə də var, amma kitabın müəllifi yadımdan çıxıb. Səhv eləmirəmsə. Bu arada bu məntiq strukturu ilə bağlı məndə kitablar var əslində. Prosta bura Salmanın bir nümunə. Yox, mən də salmadım onları. Ümumiyyətlə şeylə. Bu məncə arizə eləyir əslində. Bu çox maraqlı mövzudur məncə. Lazımlı. Frege-lə dediyin ona görə prosta müəllifin adını yadımdan sala bilmirəm deyə tam olaraq. Onu gələn yayımların birində sırf epistemologiya və məntiqlə bağlı tam ayrı bir podkast eləyər. Və bu da çox maraqlı olacaq. Teist epistemoloji və ateist epistemoloji məncə çox. Bizdə daha çox reformist epistemologiyadır, Alvin Plantinga. O da hər şeyə bir müdaxilə eləyib. Mən qorxuram ki, o mövzuda sənin nümunələrin Plantinga olsun. Yox, zaten epistemologiya mövzusunda əsas nümunəm Plantingadır.
Bəs maraqlı gəldi. Necə Swinburne-dan nümunə vermədin? Yəni Swinburne-un kitablarını çox bəyənirəm, amma burada artıq plantinq olduğuna görə və məsələn Swinburne-un var da Tanrı varmı kitabı, gözəl kitabdır, amma daha çox Tanrı və digər zehinlərdən çox oxşar kontekst olduğuna görə Swinburne-u yerləşdirmədim bura. Amma Swinburne çox məsləhətli müəllifdir, oxunmalı müəllifdir. Dövrümüzün ən böyük filosoflarından biri sayılır Swinburne. Sadəcə olaraq siyahı məhduddur deyə maksimal dərəcədə çalışdım ki, belə deyək də, bu mövzu ilə əlaqəli maksimal dərəcədə fərqli kontekstlərə toxunan kitabları vurğulayım. Ona görə Swinburne-u bura qoymadım. Açığı mən düşünürəm ki, o qədər bəsdir. Yəni çünki 1 saat artıq 10 dəqiqəni keçmişik və məncə kitab olaraq da yəni eyni üslubda olmayan, fərqli nəzəri nöqtələrdən yanaşan şəxsləri vermişik və məncə burada kitabları sadəcə qulaq asıb keçməyin. Ən azından məndən və yaxud da Ziyadan PDF istəyin və yaxud da özünüz araşdırın. Yəni mütləq şəkildə oxunmaq, xüsusilə də giriş olaraq Ziyanın üslubunu daha çox bəyəndim. Açıq səmimi olaraq deyim ki, sadədən və yaxud da tarixi, yəni seçmə mətnləri qoyulması daha yaxşıdır. Ya o kitabları oxumaq həqiqətən vacibdir oxusunlar. Ən azından 1 saat 10 dəqiqədə saydığımız kitabların heç birini oxumasınız da. O sondan ikinci qeyd elədiyim kitab var, din fəlsəfəsi seçmə mətnləri. Heç olmasa onu oxuyun ki, həm Elvinin fikirlərindən tanış olun, ateistik fikirlərdən, həm də bizim tərəfin fikirlərindən tanış olun. O kitabda artıq hər iki tərəfin fikirləri var. Yəni bu Elvinin də mənim də qeyd elədiyim kitabların hər biri oxunmalıdır, amma əgər oxuya bilməsəz, ən azından din fəlsəfəsi seçmə mətnlərini oxuyun, ən azından. Bir də Rəcəb Alpyağılın din fəlsəfəsi oxumaları, mətnləri. Belə düşünürəm ki, məncə ikinci bölüm daha yaxşı oldu. Daha keyfiyyətli və daha ehtiyatlı. Birinci bölüm hırraxanı idi. İzləyicilərin şərhinə görə deyirəm mən də. Məncə o da əslində lazım idi, amma başqa nöqteyi nəzərdən lazım idi. Yəni bir növ o. Təbii. Belə Ziya düşünürəm ki, məncə bu qədər bəs artıq yormayaq izləyicilərdə. Məncə də kifayətdir. Minnətdaram həqiqətən. İnşallah ki, fayda əldə edə biləcək dostlarımız. Buna ümid eləyirəm. Mən də ümid edirəm və sənə həqiqətən çox sağ ol deyirəm Ziya. Mən də sənə təşəkkür edirəm. Bu layihəni birgə səninlə əsaslı birgə seçmə mənə çox xoşdur. Mən üçün də eynən xoşdur həqiqətən də. Yəni səndən öyrəndiyim, səndən yeni məlumatlar aldığım çox şey var və məndə də eynən. Mən düşünürəm ki, hər podkastda bu daha da artır, üstünə qoyulur və həm sizin üçün faydalıdır, izləyicilər üçün, bizim üçün də məncə faydalıdır. Bir dənə Ayxan üçün faydasızdır. Ayxan bezib vaxtı sürür. Ayxan bizi qulaq asmaqdan bezib. Heç nə dostlar, o zaman növbəti 3-cü bölümdə görüşənədək İnşallah. Öpürüb bağrımıza basırıq. Daha heç kimə söz atmayacağıq bu yayında. Sağ olun. Hələlik dostlar.